Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün sizlərə istədim ki, yəni bir məlumat verəm. Pekin ördəkləri cütləşmirsə, nə etmək lazımdır ki, yəni cütləşsinlər? Yəni əgər hələ də 7 aylıqdılar, zətdə cütləşmirlərsə, niyə cütləşmirlər? Səbəbini deyəcəm. Çünki onların özləri cütləşir. Yəni onları cütləşdirmək mümkün deyil. Gərək özləri yəni cütləşərlər. Yəni əlimlə tutub üstünə qoyanda o cütləşməyəcək. Gərək özləri yəni cütləşərlər. Birincisi çünkü niye değilsizsə, yəni cütləşmirlər. Siz onları, mənimkilər 6 ayında başlamış cütləşməyə, mənim o yekələr. Deyirsiniz, ben bizimki niyə yəni cütləşmir? Çünki yaxşı baxmayanda ya da Pekinin özü cıqılı qalanda zatda onlar neydi onlar tam yəni həmən hala gəlməyəndə və yaxşı bədənlənməyəndə cütləşənmirlər. Məsələn bunlar 5 ay yarımdılar dostlar, 5 ay yarımlıqdır, cütləşirlər bu dəqiqə. Yəni o erkək onunla cütləşir, bir də o dişi ilə, bir də o Pekindən. O erkək də bununla cütləşir. Bunların ama bunlar bilməyən 1 yaş neçə aylıq idi. Elə onu bırakın da niyə yəni cütləşmirlər onu deyim sizə. Yaxşı belə bədənlənməyəndə, yəni yaxşı belə boylarına çatmayanda özlərinin vaxtı var, yəni cütləşmə vaxtı. O bilinmir. Elə o vaxt olur 9 ayında biraz yaxşı baxmayanda zatda, yəni şəkərli yemlə zaten böyüdüsən ha. Onda ya da korma yemlə də böyüdüsən. Onda naxarısa 5 ayında zatda yəni yumurtlaya bilirlər. Yəni mənimki o 5 ay yarımlıqdır yumurtlayır bu dəqiqə. Həm yumurtlayır, həm də cütləşir yəni. Məndə indi yumurtalar var. İndi yumurtadan dostlar 1-2 gündə yumurtlama üçün kürküşmək istəyirdi yəni. İkincisi də deyir, yəni bir qardaş deyirdi ki, mənimkilər yuvaya girir, tükünü tökür, zat belə şeylərdən. O yuvaya girəcək ya bədənindən qopur tükü, yəni ağzınla tökürsə orasını bilmirəm. Yəni elə şey məncə mümkün deyil, amma nə bilim. Amma dediyim kimi yəni əgər hələ də cütləşmirlərsə onları əlimizdən gələn qədər yaxşı yedirdin yəni. Yaxşı yedirdin. Yaxşı da yəni kökəlsinlər, ətlənsinlər və tez yumurtlamağa başlasınlar. Yəni onlar onda yəni cütləşəcəklər də nə? Deyəcəksiniz mən cütləşməyini istəyirik hə, yaxşı yedirdəndə, yaxşıca böyüyəndə yəni onlar cütləşəcək. Amma yaxşı yedirtməyəndə, cıqılı qalanda da deyirsiniz bə yekədir niyə yumurtlamır? Yəni o da vaxtı var, bəlkə özü istəmir dişinin, o da ola bilər. Yəni cütləşmir etmir. Öyle ola bilər. Neydi onun adı? Yəni gözləməlisiniz və yaxşı yedirtməlisiniz əlinizdən gələn qədər. Bir dənə yerdən zat qarınca suda yəni çimsinlər, zat belə. Həm də suda cütləşəndə daha çox yəni mayalı olur yumurtaları. Orası da var. Mənimkilər suda da cütləşir, sunun böyründə də. Onu bırakın da yani dediğim kimi çok yedirdim. Mesela diyeceksiniz bunlar neçə aylıqdır? Dostlar burada bak o ikisi dişidir, bir de bu erkeğiydi. Bunlar 3 aylıqdır. Bu dəqiqə bunlar yekəkdə Pekin olasıdılar. Niyə balacadılar deyilsə bunlar qarpuz qabığından böyüyüblər. İndi korma yeyirlər. Bunlar qarpuz qabığından böyüyüblər, indi isə korma yeyirlər. Əvvəllər yemək yemirdilər. Yəni təkcə qarpuz qabığı yeyirlər. İndi kormayı öyrətmişəm və tükləri də çıxdı. Yani 3 aylıqla indi inşallah 2 aya yekə ördək olarlar inşallah. İndi bunlar da indi bunlar cıqılı qaldığından bunlar gec yumurtlayacaq 7-8 ayında. Amma bunlar mənim baxın o qaralı ağlımla o var ha, bax o baxın o dişi 5 ay 20 günündə yumurtlamışdı. İndi yarımlıqdır. Nə qədər yumurtlamışdı. Bu da yumurtlayır. Amma o dişi hələ yumurtlamır dostlar. Yekəkdə də onun ayını bilmirəm. Yəni o da deyəsən hemen onunla yaşıddır. Prosta yekə cinsdir. Gördüyünüz kimi bir yekəkdədir. Cütləşir amma yumurtlamır. Təzə başladıq bu erkək təzə başladı bundan cütləşməyə. İnşallah bu da bir 10-15 günə yəni cütləşir. Sizə də dediyim kimi yəni narahat olmayın. İnşallah yaxşı yedirdim və yəni əlinizdən gələn qədər dediyim kimi yaxşı yedirdim. Yaxşı saxlayın ördəkləri və onları da inşallah bir gün yumurtlayacaqlar. Yəni çox çəkməz, bir aya da bəlkə lap yaxşı baxsanız 20 günə, bəlkə hələ bir həftəyə yumurtlaya bilərlər. Bakın onlar da, bak bunlar var ha onların balalardır. Tövük çıxardıq dostlar bunları. 6 dənə idi, nə qədər öldü bunlar qaldı. İndi gətirib yemək tökəcəm. Bu arada hinduşkalarımı da gəlin göstərdim. Erkək hinduşkalarım. O damazlıqdır, bu kəsəcəm özümə Novruz bayramında. Bu da dişimdir. Allah, dişimə baxın. Cavandır dostlar, bu arada deyim. Yaxşı, bırakın başını. Bunlar da beçələrimdir yəni. Çolpalarım. Damazlıq da o ikisi. Bunlar da lal ördəklərim. Gözdən yemək gətirəcəm. Yəni bunlar zalımımız budur ha. Qızıl budur ha. Ondan sonra o ağ erkək, uzat, bu burada. Bunlar da yekələrdir. Bu üzü cütləşir dostlar tövüklərlə. Bu fərə də hələ yumurtlamır, nə bilim. Fərələrdən də nə qaldı ki? Boykamız da budur ha.
Bunlar da fərə. Bunlar uçur göydə göyərsin kimi. Sonra mincə hinduşkuyu tutanda lələyi qopdu. Yaxşı, indi dostlar gözlər. Özü də yumurtalar deyəsən yığmamışıq. Yumurta yığma videosu bilmirəm, çəkərəm mən və çəkər də bilərəm. Gözləyin yem qabı var idi. Hani? Onu gəzirəm. Bunda töküm mü? Yox. Heç olmaz. Ya da yox, bunda verməyəcəm dostlar. Gedim tərdən bir qab vardı, onu götürüm. İndi kormuyu dostlar. Ya Allah. Kormanın içinə də cücələr ayaqlarından qara qura salaflar təmiz tərəfindən götürməyə çalışacağım. Aha. Böyle biraz canı götürək. Ya Allah. Aha. Bismillah. Götürdük. Gözlüğün ağzını örtüm. Nəsə toyuqlar zat girib yeməsin. Aha. Ay yerindən ha. Sizə verəcəm gecə. Bakın belə dostlar. Bizdə də belədir. Pekinlərə baxın, sıqılı pekinlərə. Onlar da istəyir gəlib yemək. Onlar da gəlsin yesin. Hinduşkaları ama qoymayacağım. Qoy hinduşkalar gəlməsin. Daha onların qarnı toxdur. Bir dənə lap yekə hinduşkam, yəni nətər deyim, o birlər kimi yaxşı yemir. O birlər binəli yaxşı yeyir. Yəni qarnları belə daşlayana kimi bu tıqqılı yeyir, buraxır. Xəstədim desə yox, özü coplanır. Yəni hey qanadını sürtdüyür zat yemək yeməyə vaxtı qalmırdan ondan. Qanadını zadı sürtdüyür, belə elə şeylər edir. Ona görə də yemək yeyəmir. Yəni bunların qabağında hey belə qanadını yeyir də belə elə qulu zad eləyir. Nə bilim belə şeylər edir. Ona bırakın yaxşı dostlar, belə gələn videolarda görüşmək ümidiylə sağ olun, salamat qalın. Kanalımıza abunə olmağı və like atmağı və bildirimləri açmağı, bir də yorum yazmağı unutmayın ki, yəni abunə olsanız, yəni bir də like atsanız, videomuz like atsanız xalqın qabağına çıxacaq. Yəni daha çox adamın ay sən olmaz da qarnın partlayacaq. Daha çox adamın qabağına çıxacaq və hətta neydi onun adı? Mən də hey neydi onun adı zat deyirəm. Bağışlayın. Bunlara bakın maşallah ne tər yeyirlər. Ara yer. Bunlar da yeyirlər. O yesinlər. Elədən abone olsanız kanalımız daha da inkişaf edəcək. Daha gözəl videolar çəkəcəm. Əlimdən gələn qədər gözəl videolar çəkəcəm. Üstəlik də like atsanız xalqın da qabağına çıxacaq və belə daha çox irəliləyəcək. Yəni çox adam qabağına çıxacaq və bizim kanalımız irəliləyəcək. Belə abunəmiz artacaq inşallah. Və mən də YouTube-u, yəni hər gündə əlimdən daha hər gün atacağam demirəm də. İndi bir 400 abunədə sözüm var, hər gün video daha çəkəcəm. İndi yox amma hələ indi abunəm azdır, like sat o qədər də gəlmir. Yəni amma bu qabaqçı atdığım videoya deyəsən ya 4 saat gəlib. Amma buraya 10 gəlirdi, 12 gəlirdi, daha gəlmir deyə elə də atamıram. Amma bu videoya zada məsələn tutaq ki bir 10 gəlsə, ondan artıq gəlsə ata bilərəm yəni hər gün. Ya bir gündən birdən, bir gün atdım, sabah atmayacağım, o bir gün qandınız eləyəm. Pekinlərimiz də maşallah ara yerdən nə tər yeyirlər. Bunlar bu ikisi damazlıqdır. Bir də eşdaha yekə var idi. O damazlıqdır. Bir də bu ikisi. Bu boz da damazlıqdır. Elə yeyir kormuyu. Bu da ağ fərədir. Dalaşmayın, dana bala. Yaxşı, belə gələn videoda görüşmək ümidiylə istəyirəm bir 10 dəqiqəlik olsun, amma 10 olmayacaq. Yəni hələ çox danışmalıyam ondan ötürü. Ya da çəkim sizlərə də. Belə də bu bala da erkək deyəsən, hə erkək budur. İndi deyəcəksiniz o üçünü saxlayacağam, bəli, onlar damazlığımdır. Cıqılı olmaqlarına baxmayın, heç nə olmaz. Yetər ki yumurtlayacaq ha dişlərimiz inşallah. Yumurtlayanda onu toyuğun altına qoyacağam. Bəlkə özləri çürküşdü, bilmək olmaz. Yəni analar çürküşən idisə özləri də çürküşəndi. Bunlar amma yaman yiyicidir. Qabağına qoyduğunu bizə dəqiqə yeyirlər. Bu xoruzlardan da bu da ən yekəsi budur, bozdan yekədir bu, yəni o bozdan. Deyəsən, amma bəlkə boz daha yekədir, mən bilmirəm. Dişin düşqamızda oduram. Belə 10 dəqiqəyətən istəyirəm çəkirəm sizlərə də, yəni xoşunuza gəlir, siz deyə bilərsiniz. Əgər xoşunuza gəlmirsə izləməyin, sizə bir söz deyəmmərəm, amma yəni izləyən buraya qədər varsa halal olsun. İzləməyənlərə də heç nə olmaz, onlar da dıqqılı izləsə də olar, nə olasdır. Baxın, bu ikisindən nə zor balalar çıxar yox, bu ikisindən. Amma bu ikisi cüt deyil maalesef. Yəni cütləşirlər amma çox azdan. Amma ən çox yəni öz cütü kimdir bilirsən budur.
Bundan hey cütləşir. Bundan ayrı erkək cütləşmək üçün cütdülər. Qandınız mı? O erkək də almırda zad olanda cütləşir. Yoxsa o erkək bunu vurur, qoyuluyor, qoymur. Qaralaqlıyı qoymur buna yaxın gedə. Amma onunla deyəsən bu bir də bu qaralaqlı cüt olub o yekə ilə. Mən istəyirdim o Pekinlə olsun. Baxın, fərqinə baxın. Pekin daha yekədir. Amma Pekin onunla nə qədər cütləşib və bu bircə dəfə cütləşib. O da videosu var deyəsən məndə. Hə, videosunu paylaşmışdım. Ay Allah, sıqılı Pekinlərimə bax, maşallah, maşallah. Sıqılı Pekinlərimizə də gedim yenə koruma gətirəcəm dostlar. Yoxsa video çox uzayacaq, 20-30 dəqiqəlik olacaq dostlar. Nə bilim, uzatmaq da istəmirəm, çünki qısa baxanlar var, yeyinə də baxacaqlar, onun üçün istəmirəm. Yəni çox adam belə baxan deyil mənim fikrimcə, amma bilmirəm, nə? Elə onu bunu buraxın başını daha gələn videolarda görüşmək ümidiylə, sağ olun, salamat qalın, like edib abunə olmağı unutmayın. Yəni işıqlar da getdi bu arada. İnternet də getdi. Bir dəqiqə, mən videoyu nə tər atacağım? Yaxşı, onun bunu buraxın başını. Neydi onun adı? Gələn videolarda görüşmək ümidiylə, sağ olun, salamat qalın, like edib abunə olub, yorum yazmağı, bir də bildirimləri açmağı unutmayın. Gələn videolarda görüşərik. Hamınız sağ olun, salamat qalın.